Üzüğümün kaşı Firuze'dendir. Gönlüm açılmayır, bugün nedendir? Yaman günde dost elinden berk yapır. Dünyanın hevesi geçip gidendir. Dünyanın hevesi geçip gidendir. Bulut gelir çiskin, çilerken eyler. Yar yarından ayrı düşse gem eyler. Sevgilimden nece kalım aralı. Bir bakışla kalbe yüz merhem eyler. Bir bakışla kalbe yüz merhem eyler. Yüzümün kaşı Firuze'dendir. Yusif Qasımov. Dostlar, deyirəm elə bil keçən mərhələdə seks bomb mahnısını oxuyan oğlan bu deyildi. Vallahi ben onu düşünürdüm. Düşüncələrinizə o zaman davam eləyin. Seks bombdan belə bir gözəl əsərə keçdi. Əlbəttə ki, biz necə dinlənmişik, necə böyümüşük, ondan çox fərqli bir tərz ifa idi. Çünki Yusif özünə məxsus bunu ifa etdi. Mənim də çox sevdiyim məsələlərdən biridir. Belə apardı məni də. Başa düşdüm ki, bugün özdə Eldardan soruşdum ki, mahnını sən seçdin. Dedi ki, yox, özü seçdi. Dedim ki, özünü burada da bizə göstərmək istədi. Afərin olsun. Əslində, hər birimiz mahnıları bilməliyik. Amma kimsə ürək eləyir oxumağa, kimsə yox. Onu təbrik edirəm ki, o ürək edir. O cür tembr, o cür mahnılar, həmişə xarici mahnılar, o stilləri oxuyan bir oğlan. Bugün yaddaşımızda Allah rəhmət eləsin, Rəşid Beybutova. Bizə onun hikayəsini danışan və bugün mən Yusifin ifasında belə bilirsiniz, bir anlıq da sevindim. Sevindim ki, bu mahnı yaşayır hələ də. Ki, belə gənclər ona müraciət edirlər. Nə qədər yaxşıdır, nə qədər pisdir, mən düşünürəm ki, onlar özləri oxuyanda bunu başa düşürlər, yəni. Təbrik edirəm. Ən dərin hisslər yaşayanlardan biri də Murad oldu. Murad, sizi əsər belə kövrəltdi, yoxsa Yusifin ifası? Heç oralara girmək xahiş edirəm.
Çox özəl bağlılığım var mənim bu nəğmə ilə, bu əsərlə. Allah Tofiq Quliyevə də rəhmət eləsin. Yusif mənə də bu nəğməni söyləyəndə mən də bir anlıq elə Röya dediyi kimi biraz həyəcanlandım, narahat olmağa başladım. Dedim, Yusif sən əminsən. Amma bu Yusif üçün tam da eksperiment olmadı. Niyə? Çünki işə o qədər ciddi yanaşdı ki, o həmçinin bizim dəyərli Respublikanın əməkdar artisti İlham Nəzərovdan özəl məşqlər də aldı. Məxsusi olaraq Səs Azərbaycan səhnəsinə çıxacaq deyə yəni klassik vokal müəllimlərinə müraciət etdi. Bizim vokal müəllimlərimizdən... Ona görə belə xırdalıqları var idi. Bəli, bizim vokal müəllimlərimizdən çox sıx ünsiyyət qurdu. Bir şeydə mən yenə əminəm ki, bu əsərlər məhz Anar əzizim, sizin bu təqdimatınızda bir başqa gözəl olur və bir daha asan qəbul olur və sənətçilərimiz üçün daha səhvsiz ifa olunur. O baxımdan çox şanslısan Yusif ki, məhz belə bu havada bu nəğməni bizə təqdim etdin. Bir dənə də söz deyim, o deyirlər, yaxşı insan olmaq peşə deyil. Yusif həm də çox yaxşı insandır. Allah sənə ürəyivə görə versin. Zülfiyə xanım, sizə eşidirik. Mahnı janrında əvəz olunmaz Tofiq Quliyev. Çox düz elib müraciət elədin. Bəli. Həm Eldarı, həm səni təbrik eləmək istəyirəm. Nəyə görə? Bəli, hiss eləyirdim, o həyəcanı hiss eləyirdim mən. Çünki mahnının ağırlığı, çəkisi var. Bəlkə bugün nədəsə, hardasa bir nəyəsə səhvəsə yol verdiniz, amma bunu öyrənə-öyrənə, başqa sizdən sonra gələn nəsillərə çatdırmaq üçün mütləq oxuyun, onu düz eləyirsiniz. Seçiminə görə təşəkkür eləyirəm. Təbrik eləyirəm, yolun açıq olsun. Yusif, məni də belə gözəl tərifləsəydilər, heç səhnəni tərk etmək istəməzdim, amma Özü biz də yaraşıqlıdır axı. hələ davam eləyirlər. Amma digər iştirakçıları da biz eşitməliyik axı. Üzürlü sayında. Kulisə sonra görüşəcəksinlər.